Karyera sözünün mənası. Bəli. Karyera sözünün mənası. Əyləş oğlum. Afaq nə idi karyera? Mən deyim. Hə, Ruxsara deyir. Hər hansı bir fəaliyyəti daha da irəli sürdürmək. Afərin, keç arxaya. Afaq, kitabə sözünün mənası. Aha. Yaxşı fikirləş. Kitabə sözünün mənası. Yazarda istifadə olmalı. Keç qızım. Ülvi. Üzərində oynamış yaz. Bəli, düzdür. Nərminə, konfrans sözünün mənası. Konfrans. Konfrans sözünün mənası. Bəli, konfransa müxtəlif ölkələrdən nümayəndələr gəlmişdir. Bəli, yığıncaq toplantı. Nuray, konstruktor sözünün mənası. Konstruktor daha doğrusu. Hər hansı bir cihazın layihəsini hazırlamaq. Afərin qızıma, keç. Körfəz sözünün mənası Tahir. Körfəz. Meksika körfəzi ən iri körfəzlərdən biridir. Yəni fikirləşib tapacaq. Yəni biraz gözləyək. Bəli. Coğrafiyadadır bu termin. Şahəddin keçərmişəm. Şahəddin nədir körfəz? Mən körfəz Yəni deyə yadına düşdü. qayalara yaxşı təfərdə mən. Yox, yox. Mən keçim axı yəni. Yox, sən uduzmursan ki, hə deyil. Mən yol və keçir. Yol və keçid, yox. Böyük su hövzəsinin quruya daxil olmuş kiçik hissəsi. Su quruya daxil olur. Başa düşdünüz? Kiçik su hövzəsi. Yox, sən hə. Şahəddin. Qəlbi sözünün mənası. Qəlbi. Qəlbi sözünün mənası. Ay mənim nə olar deyim də. Mən niyə desən nə olar? Ay mən keçirəm axı mən ikinciyəm. Əyləş. Mən Aha. arkadaşlar. Hə. Uçaq indi. Bəli, keç arxaya. Ruxsarə, qürub sözünün mənası. Qürub. Cümbata bax. Afərin qızım. Gün qüruba Afərin, afərin. Nərminə, labirint sözünün mənası. Labirint. Yönlər fərqli olan, qarşılı olan bir Bəli, keç arxaya. Nuray, logo sözünün mənası. Logo. O, hər hansı bir şirkətin adını əks etdirən qrafik görüntü. Afərin qızıma, keç arxaya. Maarif sözünün mənası idi. Maarif, elə bir ki, əlaçı deməkdir. Əlaçı, əhsən deyirlər, mənim maarif. Maarif əlaçı? Əlaçı da mənim. Yox, Yaxşı bilən mənim. Yaxşı bilən mənim. yox. Yaxşı, mən bir də cümlə deyim. Maarifə ayrılan xərclər ildən ilə artdı. Maarifə ayrılan xərclər ildən ilə artdı. Maarif nədir? Elə bir məktəblərə də şeylərə ayrılan xərclər, mən biliklərə ayrılan xərclər də mənim. Bilik, yaxşı, bilik götürürəm. Bilik sözü var. Keç arxaya. Ruxsarə, manager sözünün mənası. Sakit çalın. Şirkətin bir hissəsini, hansısa bir şirkətin hissəsini təşkil edən. Təşkil et. Bəli, keç arxaya. Məxluq sözünün mənası nədir? Ən asan. Yox da yarışmaçılardır. Aynen, nə olar? Bütün nəsə var. Bəli, uşaqlar səhrada çox qəribə məxluqla rastlaşdılar. Mən qəribə varlıq. Bəli, canlı varlıq, insan, heyvan və s. Keç arxaya. Nuray, mərcan nədir? Mərcan. Mərcan dənizin dibində qayalara yapışan dəniz heyvanı. Afərin qızıma. Ülvi, məsxərəyə qoymaq. Məsələyə nə qoymaq? Bəli, dolamaq, ələ salmaq və s. Ruxsarə, məzun nədir? Məzun məktəbi bitirmişik. Afərin, evet, keç. Nərminə, minik sözünün mənası. Yox, o nədir? Maşın deməyək də, biz də maşında uyğun gəlir, amma izahı istəyir. Hə. Minik nədir qızım? Minik. Təkcə maşın deyil də, yəni təkcə maşına biz demirik də. Yox o qızım, yəni Ruxsarə. Yox qızım, maşın demişdi də. Yox. Təkcə avtomobil. Afərin Nuray. Nuray düzdür. Keç əyləş qızım. Nuray, model sözünün mənası. Model hər hansı bir nətər deyim? Gimnastika.
Bəli, var. Avtomobil modeli, deməli, bu son illərin ən məşhur modelidir. Nədir model? Ülvi bilir. İki, keçmədə. Model nə? Əmr əşya. Necə? Əşya? Ülvi. Hə. Yox, arxaya yox da, sual gələcək. Hə. Model məsələn mənim başqa bir şey modeldə mənim fərqləndirilən bu modeldə məsələn paltarlar satırlar, belə model. Mən tapda istəsəm üçün nəzərdə tutmuş. Məhsulun nümunəsi, keç arxaya, bəli. Ülvi, müthiş sözünün mənası. Müthiş. Qorxulu. Qorxulu, vahiməli, bəli. Müqavilə sözünün mənası Ruxsarə. Müqavilə, bəli. Müqavilə sözünün Mən mənası. bir dəqiqə tapacağam. Müqavilə. O cürünü öyrənmişdin amma. İnsanların qarşılıq da, yəni etdikləri Nə? yazı, qarşılıq. Razılaşma. Hə, razılaşma, hə. Keç arxaya. Mülkiyyət sözünün mənası Nuray. Mülkiyyət sözünün mənası bir adamın məxsus olan əmlak türüdür. Afərin, keç arxaya. Müşayiət sözünün mənası Ülvi. Şayət izləmək, takib et. Elə bil yanında Getmə, ötürmə, keç arxaya. Müşkül sözünün mənası. Nə? Müşkül, müşkül. Müşkül. Bir şey olmayanda, yəni olması az olan. Bəli, çətin başa gələn ağır, bəli. Nadan sözünün mənası. nadan sözünün mənası savadsız, avam, bilgisiz. Gerdə qalmış, bəli. Və ciddi rəqabət gedir ha 3 nəfərin. Çox qəşəng öyrəniblər. Nizamnamə sözünün mənası. Nizamnamə? Bəli, nizamnamə. Aha. Nizamnamə. Deyəsən burada artıq müqəddərat həm sakit. Mən sıramdı, sonra mən. Nizamnamə sözünün mənası. Mənim cümləsi var. Şirkətin nizamnaməsinə görə menecer təsisçi tərəfindən təyin oluna bilər. Şirkətin nizamnaməsi. Nizamnaməsi. Bəli. Mən bilmirəm. Nizamnamə nədir? Mən keçdim. Yaxşı. Mənim üçüncü yer. Mən Şirkətin nizamlayan qaydalar toplusu. Ay sağ ol. Nüsxə sözünün mənası. Ruxsar hara gedirsən? Sən sıranda gəl bura. Nüsxə sözünün mənası. Nüsxə bir Hə. dəqiqə. Nüsxə sözünün mənası. Müqavilənin bizə qalan nüsxəsi itmişdi. Nüsxəsi. Bir dəqiqə öyrəndim. Testlərin nüsxələrini Aynura xaladan çıxartdırdıq. Bal, nə? Bir dəqiqə. Testlərin nüsxəsini çıxartdırdıq. Aa şey, bir dəqiqə tapıram. Testlərin Nüsxəsi. yox, bir dəqiqə. O yazılı vərəqlərin Surətlərinin biri, ay sağ ol. Sürətlər. Keç arxaya. Pioner sözünün mənası. Pioner sözünün mənası bir işin başlanğıcını qoymuşlar. Afərin qızıma. Ruxsarə, poeziya sözünün mənası. Poeziya. Poeziya sözünün mənası. Bir dəqiqə. Azərbaycan poeziyası çox zəngindir. Birincisi başlanğıcı yəni. Yo. Keç qızım, şeir əsərlərinin məzmusu deməkdir. Mən üçüncü yer. Nuray, sonuncu sual. Təbii ki, sən qalib gəldin, amma bir də sual verim. Potensial sözünün mənası. Potensial sözünün mənası hələ reallaşmamış, istifadə olunmamış güc qüvvə ağır. Afərin. Bravo sənə. Qalib sənsən. Alqışlayın.